Deməli, avtomobildə bu işıqlar gördüyünüz kimi titrəyir, dinamo zaryadkanı çox verir və ventilyator daimi şəkildə açıq qalır. Bu problemə görə müştəriyə 2 dənə suyun daçkı dəyişdiriblər. Biri gördüyünüz kimi qırıq vəziyyətdə, bu isə maşının üzərində olan suyun daçkıdır. Əlavə olaraq dinamo qızdığına görə müştəriyə 2 ədəd dinamo dəyişdiriblər. Problem isə aradan qalxmayıb. Problemi necə tapırıq sizlə bölüşürəm, diqqətlə baxın. İlk öncə işə yanaşmamız həmişəki kimi diaqnostika üzərindən olur. Diaqnostika suyun daçkının şnurlarında xəta göstərir. 1.3 dizel motorlarında suyun daçkı bu gördüyünüz yerdə olur. Bütün bu problemlərin səbəbi bu gördüyünüz qısa qapanmadır. Diqqətlə baxın. Suyun daçkına gedən bu iki şnur bir-birinə dəyərək qısa qapanma eləyir. Qeyd etdiyimiz problemlər işıqların titrəməsi, dinamo zaryadkanı çox verib qızması və ventilyatorun daimi şəkildə açıq qalması probleminə gətirib çıxardır. İşin yekununda dinamo zaryadkanı ideal vəziyyətdə verir, xətaları silərək müştəriyə ideal şəkildə təhvil veririk.